Dəyərli izləyicilər, Elm və Təhsil Naziri Emin Əmrullayev bu günlərdə yeni bir müsahibə verib Azərbaycan televiziyasının hədəf verilişində və ölkədəki ali təhsil müəssisələrindəki təhsil haqqlarının, xüsusən də ödənişli əsaslarla olan fakültələrdə təhsil haqqlarının niyə artırılmasından danışıb, bu məsələyə xüsusi toxunub və bunu keyfiyyətli təhsillə əlaqələndirib. Baxın, mən o müsahibəyə çox diqqətlə qulaq asdım. Bəlkə fikirləşdim ki, bir etiraf gələr ki, universitetlərin xərcləri çoxalıb, ona görə də universitetlər bunu təhsil haqqı hesabına başa gətirmək istəyirlər kimi bir cümlə səslənir. Yox, yenə bizim gözümüzün içinə baxa-baxa Təhsil Nazirimiz söylədi ki, insanlar çox vaxt düşünürlər ki, az pul ödəməklə yüksək səviyyəli həkim hazırlamaq mümkündür. İl ərzində ali məktəblərdə bir tələbənin həkim hazırlığına 8000 manat vəsait xərclənilir. Mühəndislik və digər ixtisaslarda isə bu rəqəm 2500-3000 manatdır. Ona görə təhsil haqqları bu formada artırılıb deyir və deyir, ilk dəfədir ki, ali təhsil müəssisələrində dövlət sifarişli proqramlar genişləndirilib və bununla bağlı aparılan işlər də sadalayıb. Amma mən bilirəm, amma siz bilirsiniz, bu barədə dəfələrlə danışmışıq ki, universitetlərdə təhsil haqqları hər il astronomik məbləğdə arta-arta gedir. Gələn il nə qədər olacaq, Allah bizi qorusun, Allah valideynləri bu yükdən qorusun. Orta aylıq əmək haqqının 500-600 və yaxud bəzində də 400 manat olduğu ölkədə, dediyim kimi, ali təhsil müəssisələrində bir illik təhsil haqqının 6000-ə çatdığı anormal bir durumdan danışırıq. Söhbət hansı universitetlərdən gedir? Bax, bilməyənlər üçün çatdırım. Azərbaycan Tibb Universitetində ixtisasların illik təhsil haqqı 5000-6500 manat arasındadır. Xəzərdə 4000-5000 manat arasındadır. Qərbi Kaspidə 4000 manatdır. Bakı Ali Neft Məktəbində 4500 manatdır. Fikir versiniz, 1000 deyilən qiymət yoxdur. 4500, 5000, 5000, 6500 və çox maraqlıdır ki, valideynlər gedib müraciət edirlər ki, olarmı ki, mən təhsil haqqının yarısını sentyabrda ödəyim, yarısını isə yanvardan sonra mı ödəyim? İcazə vermirlər ki, tam şəkildə gətirəcəksin. Tələbə ancaq o halda universitetdə təhsil almaq hüququna malik olacaq. Çox maraqlı bir məqamdır və belə olan halda mən tələbələr tanıyıram ki, ali məktəblərə daxil olublar, amma ödənişli əsaslarla daxil olduqları üçün valideyn də bu pulu ödəyə bilmədiyi üçün bu təhsili təbii ki, ala bilməyib, növbəti il hazırlaşıb, bir il boyunca ki, heç nə olmaz, bir il heç olmasa 1000 manat verərəm, il boyunca ucuz müəllim yanına gedərəm, yaxud da ucuz demək, kurslara gedərəm, yəni repetitor haqqı ucuz olan, daha ucuz olan, daha çatımlı olan müəllim yanına gedirəm, amma daha normal bir fakültəyə və pulsuz fakültəyə, ödənişsiz fakültəyə qəbul olaram. Bax, belə bir seçim qarşısında qoyulur tələbələr. Və mənim üçün maraqlıdır. Emin Əmrullayev yenə bizim gözümüzün içinə baxa-baxa deyir ki, əgər yaxşı təhsil istəyirsinizsə, çoxlu pul ödəməlisiniz. Mən də soruşmaq istəyirəm ki, bu ödənişli ali təhsil müəssisələrində və yaxud da ki, ödənişli fakültələrdə bu uşaq oxuyursa, fakültə eynidir. Universitet eynidir, müəllim eynidir, auditoriyada eynidir, həqiqətən hirsimdən gülürəm. Amma siz deyirsiniz ki, məsəl üçün, əlinin uşağı balına görə gəlib qəbul olub ödənişli fakültəyə və yaxud da ödənişli əsaslarla təhsil alacaq, amma vəlinin uşağı isə balı yüksəkdir, gəlib ödənişsiz fakültəyə və yaxud ödənişli əsaslarla təhsil almaq hüququna malik olub. Siz mənə bunu necə iddia edə bilərsiniz ki, eyni universitetdə pullu təhsil alanlara daha keyfiyyətli təhsil verirsiniz? Nədir bu? Restorandır, mənim pulum azdır, mən daha ucuz yemək yeyəcəm, falan kəsin pulu çoxdur, daha baha yemək yeyəcək. Yəni, eyni müəllim gəlib ödənişsiz əsaslarla olan fakültələrdə daha keyfiyyətsiz mi dərs keçir? Yəni, doğrudanmı bizi bu qədər sadəlöv bilir cənab təhsil nazirimiz, yəni Elm və Təhsil Nazirimiz deyim, düzəliş edim. Baxın, çox maraqlıdır. İldən ilə artan demək, ali təhsil müəssisələrindəki ödənişlər, yəni təhsil haqqlarının izahatı bizi qane etmir. Bu bəllidir. Amma biz hamımız bilirik ki, bunlar niyə artırdı? Bu bəllidir ki, yəni hər bir şey ümumiyyətlə xüsusi səbəbləri var və müəllimlərin maaşlarıdır, universitetin kommunal xərcləridir, tədrisdir, texnologiya vasitələrinin yenilənməsidir və s. və ilaxırdır. Yəni, bir universitet valideynlərin hesabına saxlanılır. Nəyə görə? Dövlət ali təhsil müəssisəsidir, xərclərini ödəyə bilmir, müəllimin maaşını artırmalıdır bir şəkildə və bu və yaxud da ki, hansısa protestdə bir nəsə bir irəliləyiş eləməlidir, bir addım atmalıdır, pul da yoxdur, hardan gəlir? Yetim valideynin cibindən gəlir. Geçən il 3000 idi, bu il 4000 olacaq. Hər tələbədən də 1000 manat artım, birisiz hara vurur, çıxır və s. Ümumiyyətlə, universitet əllərində olan mövcud maddi texniki bazanın tam şəkildə fəaliyyət göstərməməsi və mövcud vəziyyətin də qorunması məsələsidir və sözsüz ki, keyfiyyətli təhsil standartları Azərbaycanda ali təhsil müəssisələri Kreslink cədvəlində müəyyən
müəyyən nailiyyətlər əldə ediblərsə və bu standartlar da tələblərə uyğun olmalıdır. Buna görə də yeniliklərə cavab verməlidir. Bax, mən tələbləri oxuyuram, universitetlərin qarşısına qoyduğu tələbləri əzbər bilmirəm, bilmək məcburiyyətində deyiləm. Ona görə ki, bunların hamısı, bunlar bu standartlara uyğun gəlməlidirlər bütün hallarda. Mövcud vəziyyət qorunmalıdır, keyfiyyətli təhsil standartlarına sahib olmalıdır və bunun üçün də müəyyən yeniliklərə cavab verməlidir. Bunun üçün də nə lazımdır? Pul. Pul harda var? Valideynin cibində. Ümumiyyətlə, bax, dövlət və özəl təhsil müəssisələrinin bu illik təhsil haqqı ilə bağlı məsələdə verdiyi qərarlarda da bir fərq var. Çünki dövlət universitetlərində təhsil haqqları ilə bağlı qərarları adətən Təhsil Nazirliyi müəyyənləşdirilir. Amma özəl universitetlərdə isə məsələ daha sərbəstdir. Nəticə etibarilə sərbəstlik gəlir çıxır, belə deyək də, ölçüsüzlüyə və belə o tamamən sıradan çıxmaya və tamamən əndazədən çıxmağa. Yəni görünən odur ki, özəl universitetlə təhsil almaq istəyən tələbələr, onların valideynləri üçün həmin ixtisaslar əlçatan olması məqsədi ilə müəyyən təkliflər irəli sürülür. Amma dövlət tərəfindən tənzimləmələr də həyata keçirilir. Və çox maraqlıdır ki, mən bir məqamı buradan hörmətli təhsil nazirimizə ünvanlamaq istəyirəm bu sualı. Biz bilirik ki, hər 5 ildən bir yoxlamalar olur. Həm də dövlət təhsil müəssisələrində və həm də özəl təhsil müəssisələrində və bunun əsasında da həm universitetin maliyyə durumu, ümumiyyətlə isə təhsil müəssisələrinin nəzdində olan daha hər bir şey tək-tək yoxlanılır və bu proses zamanı da müəyyən nöqsanların aradan qaldırılması üçün işlər aparılır. Və burada təhsil haqqının artırılması, tədris vəsaitlərinin də yenilənməsi daxildir. Amma mənim burada xahiş etdiyim bir məqam var. Başa düşürəm, yoxluyursunuz, ortaya nələr çıxır, əgər əskiklər çıxır ortaya. Necə eləyək, nə tər eləyək? Necə bu boşluğu qapadaq deyib dərhal valideynin cibinə yönəlməyin. Universitet öz xərclərini təhsil haqqı hesabına qarşılamasın. Çünki belə bir ümumiyyətlə idarə etmə sistemi də olmamalıdır. Mən də soruşuram, həmin universitetlər, Emin bəy iddia edir ki, keyfiyyətli təhsil istəyənin əli cibində gərək. Mən də soruşuram, keyfiyyətli təhsilin parametrləri nədir? Niyə o göstərici bizdə görünmür? Niyə bizim uşaqlarımız Bakıda dövlət ali təhsil müəssisələrini bitirən kimi xaricə gedirlər və təhsil sən demə bu imiş deyirlər. Şəxsən öz övladımın təcrübəsindən bilirəm. Burada bitirdi universiteti, Bakı Dövlət Universiteti bitirdi, fərqlənmə diplomu ilə bitirdi və çox yüksək səviyyədə tələbədir. Buna da fəxr eləyirəm. Amma getdi, təqaüd əsasında xaricdə, Avropada oxuyur hal-hazırda və ilk ilində, birinci kursunda, magistraturasında mənə dediyi bir söz var ki, mən təhsilin nə demək olduğunu məhz burada anladım. Universitetdə müəllim tələbə bilgi alış-verişi nə deməkdir, mən burada öyrəndim. İnnovativ təhsil metodu nə deməkdir, mən burada öyrəndim. Mən də soruşuram, pul olur, bizdən asılı olan şey nədirsə, onu tətbiq edirsiniz, biz valideynlərdən. Amma siz universitetlərdən, siz Təhsil Nazirliyindən, Elm və Təhsil Nazirliyindən tələb olanlar niyə həyata keçirilmir? Niyə tədbir deyəndə, niyə yenilik deyəndə ilk ağlınıza gələn bizim cibimizdən daha artıq pul çıxartmaq olur? Siz öz üzərinizə düşən nə edirsiniz? Hansı elmi məqaləsi var universitetlərin, müəllimlərinin olsun, tələbələrinin olsun? Hansı elmi nailiyyətləri var? Nə kimi innovativ tədbirləri həyata keçirmisiniz? Laboratoriyamı yeniləmisiniz? Elmi ixtiramı etmisiniz? Yenə də soruşuram, bir iş ki görülür, onun nəticəsi olmalıdır. Pul istəniləndə, okey, hər şeyi bax belə dərhal istəyirsiniz və son sürətdə tələb edirsiniz və valideyn də bunu edir. Nəticə hanı? Yenə də deyirəm, müəllim saxlamaq istəyirsiniz, ayaqlaşmaq istəyirsiniz müəyyən göstəricilərlə, digər universitetlərlə, əməkdaşlıq etdiyiniz universitetlərlə və s. müəyyən tələblər var sizin də qarşınızda. Amma niyə valideynin hesabına? Niyə bizim cibimizin hesabına? Bu ölkədə 400-500 manat maaş alan valideyn var. Ona siz 5.000 manat, 6.000 manat illik təhsil haqqı ödəməlisən deyirsiniz. Hissə ödəmək söhbəti yoxdur. Hətta hissəni boş verin. Yəni yarısını ilin əvvəlində, yarısını ilin ortasında ödəyim deyən valideynə də qapını göstərirsiniz və deyirsiniz ki, keyfiyyətli təhsil istəyənin əli cibində gərək. Mən də deyirəm ki, bizim əlimiz onsuz da cibimizdədir. Biz onsuz da bunu boynumuza almışıq. Biz bunu zaten taleyimizin bir hissəsi olaraq qəbul eləmişik. Gətirin bizə keyfiyyətli təhsil göstərin. Gətirin bizə keyfiyyətli məzun verin. Gətirin, necə olur, siz xaricə dövlət təqaüdü hesabına oxuyan uşaqları, tələbələri dərhal ölkəyə gətirdirsiniz. Niyə? Çünki bilirsiniz ki, orada daha yüksək səviyyədə təhsil alıb. Çünki fərqindəsiniz ki, ora gedən tələbə oradan çox yüksək səviyyəli məzun olaraq geri qayıdacaq. Ona görə də öhdəlik qoyursunuz ki, bir şərtlə sənin təhsilini maliyyələşdirirəm ki, sən qaydanda Azərbaycanda işləyəsən və bitirən kimi 5 ilini Azərbaycanda çalışasan. Demək ki, siz də fərqindəsiniz ki, bizim burada yetişən tələbələrimizin
səviyyəsi ilə orada xaricdə, Avropada, Amerikada yaşayan tələbələrin səviyyəsi fərqlidir. Bəs necə olur ki, mən Avropada universitetlər tanıyıram ki, onların heç aylıq, illik ödənişi 5000, 6000 deyil. 700 avro, 800 avro, 1000 avro, 1200 avro olan çox yüksək səviyyəli universitetlər var, siyahılar var. Mən onların hamısı barədə burada danışdım. Saatlar davam edir. Özüm tələbə, özüm belə deyək də məzun valideyni olduğum üçün bu prosesi çox yaxşı bilirəm. Ona görə də məlumatlıyam, havadan danışmıram. Amma siz hansısa bir, adını yəni heç kəsi təhqir etmək istəmirəm, amma məzunları göz qabağında olan bir universitetin ildən ilə təhsil haqqını artırırsınız. Bunun bir adı var. Müəllimlərimizi dolandırmalıyıq, universitetimizi ayaqda saxlamalıyıq, təsərrüfat xərclərimizi ödəməliyik, ayaqlaşmalıyıq və saray valideyn dur gəl bəri, əlində cibində olsun. Bizim əlimiz cibimizdədir, kaşkət bizim təhsilimiz də bizim üzümüzü ağardaydı. Onsuz da biz bu taleyi qəbul eləmişik yeminməliyim, amma ricamız budur. Hərdən belə şeylər deyəndə nəzərə alın ki, biz valideynlərin də dünyanın təhsil, ali təhsil müəssisələrinə, tanınmış ali təhsil müəssisələrinə çıxışımız var, araşdıra bilirik. Uşağı orada oxuyan var, qohumu orada oxuyan var. Yəni, mən bunu artırıram çünki keyfiyyətli təhsil istəyirəm demək artıq heç bir valideyni inandırmır. Çünki biz artıq o qədər də sadəlöv deyilik.